Qurban deyərək ömürlü tarixə keçdi şəhidlər. Baba torpağımız, canlarını fəda edən şəhidlərin dastan yazdı şanlı. Qaldıma son sözüm. Bugün Naxçıvan şəhər mazarlığında qəhrəman şəhidimiz İbrahim Etibaroğlu'nun 5-ci il günün mərasimini qeyd edilir. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah bütün şəhid ailələrimizə bol səbir versin. Amin. Bismillahirrahmanirrahim. Rahmallahi men garet suretil mübareketir. Sure Yasin ve Saffat'tan bu şehidimizin simasında cəm Azərbaycan şəhidlərinin dər haqqında Fatiha məs-salavat. Allahümme salli ala Muhammed. Allah mərasiminin arxasına. Allah rəhmət eləsin. Allah ruhunu şad etsin. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda etdi. İkinci gündə yığışmışıq bura İbrahim balamın il dönümünə. İbrahim balamın şəhadətindən 5 il ötür. Şəhadətə mübarək şəhidim. Mən onun atasına, yaxınlarına səbir diləyirəm. Uzaq göylərdə olan şəhidimizlə anasına Allah'tan rəhmət diləyirəm. Onun şəhidimiz gəlib bugünkü gündə. Bəli, bizim üçün ağır günlərdir. Ancaq onunla bərabər də qürur günüdür. Allah İbrahim balamızın timsalında bütün şəhidlərimizin məkanın cənnət məqamını uca eləsin. Allah əsl qazilərimiz vardı. Hələ də yatağa bağlı qazilərimiz vardı ki 5 ildir yatağa bağlıdırlar. Allah onların şəfasını versin. Sizin dualarınızla Allah onun şəfasını versin onları. Bizdən qalxıblar Ramazan gili götürməyə, orada İbrahim şəhid olub. Sinif şagirdləri olaraq şəhidin adını daşımaqdan qürur duyuruq. Onun şəklinə baxanda biz də çalışırıq. Vətənimizi sevməyi öyrənək. Şəhid İbrahim o həmişə ürəklərdə qalacaq və onu unutmarıq, unutturmarıq. Allah sənə rəhmət eyləsin, qəhrəman şəhidim. Əziz doğmalarım, əziz dostlarım, xatirəm əzizsə yaşadım məni, sizlərlə hər zaman qürur duymuşam. Zəfəri bizə bəxş edən qazilərimizi və igid əsgərlərimizi salamlayır, şəhidlərimiz isə ruhu qarşısında baş əyilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ey əziz şəhidim, şad olsun ruhun, sənin cürrətinə borcludur yurdum. Zəfər sevincini yaşattın bizə, əhdinə, əzminə mən qurban olum. Dəmir yumruğunu, diş duruşunu, gözünə, qaşına, yaşığına, yatdığın torpağın hər qarşına, o ölməz adım mən qurban olum. Ki vətən yaşasın, bayrağa bürünüb ötən şəhidim. Sənin adın milyonların yaddaşına həkk olundu. Bu tarix, bu vətən, bu millət səni unutmayacaq. Cəsarətli, o mərd duruş, kimsə tez unudulmuş, o hər bir xatirəsiyəm, bu gün torpaq altda yatan, həmin şəhidin səsiyəm. Qəhrəman oğullarımızın, qazilərimizin
qarşısında mən bir ana kimi baş əyirəm. Allah eləsin, ata-analarına səbir versin. Valideynlərlə şəfaətçi olsun. Mən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektiv adından sizlərə dərin hörmət və ehtiramımı bildirirəm. Öz sözlərini deyiblər. Etibar da öz sözünü dedi. Övlad verdi vətən üçün. Övladı vətənə sipər oldu. Çəpər oldu. O torpaqları düşmən işğalından azad etdi. Çekildi bakışlarını Dallı seçilerden akışları Güllere garip olmuş baştaşlarını Allah rəhmət eləsin. Ruhu şad olsun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İza jaa nasrullahi vel fath ve ra'aytan nasa yedhuluna fi dinillahi afwaja fasabbih bihamdi rabbika vestagfirhu innehu kana tawwaba. Subhana rabbika rabbil izzati amma yasifun ve selamun alel mursalin velhamdülillahi rabbil alemin. Amin. Şahidimiz İbrahim İhtibaroğlu'na ve onun dahil olmağına bütün şahitlerimizin der hakkında El-Fatiha ma'as-salavat. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Məkanın zəhmət eləsin. Məqamı uca eləsin inşallah. Sağ olun. Bununla da tədbirimiz başa çatdı. Sağ olun.